Ədəbiyyat təhsilinin, tədrisinin digər təməl problemlərindən biri də ədəbiyyat mətnlərinin yaradıcılarını bütləşdirmək və ilahiləşdirməkdir. Dolayısıyla biz bəzən şagirdlərimizə və ya tələbələrimizə həmin şəxsləri seçilmişlər olaraq təqdim edirik, həmin şəxsləri tənqid etmək hüququnu onlara vermirik. Onlar nə yazıbsa mükəmməldir, onlar nə ediblərsə bu həyatda həmişə doğru qərarlar veriblər və həmişə doğru seçimlər ediblər kimi bir şəxsiyyət kultu yaradılır. Bu təkcə ədəbiyyatçılar üçün deyil, bəstəkarlar üçün də belədir, rəssamlar üçün də həmin şəxsiyyət kultu yaradılır. Bunun da çoxlu problemləri var. Bu problemlərdən biri ondan ibarətdir ki, bəlkə də bizim sinifimizdə gələcəyin yazıçısı olacaq şəxs var. Biz həmin o yazıçı dediyimiz şəxsləri ilahiləşdirərək həmin tələbəni ondan uzaqlaşdırırıq. Çünki tələbə fikirləşir ki, o qeyri-adi bir adamdır, yazıçı olmaq üçün çox fərqli bir həyat tərzin olmalıdır. Mənimsə həyat tərzim monotondur, dolayısıyla mən yazıçı ola bilmərəm.